təmiz suyu olan çimərliklər açıqlanıb. Son monitorinqlərdə Bilgə, Pirşağı, Şüvəlan və Mərdəkan çimərliklərində həm dəniz suyunun fiziki, kimyəvi, həm də bakterioloji göstəricilərinin norma daxilində olduğu bildirilib. Su dumdurudur. Suya içində qasılmayıb suya, kanalizasiya su buraxılmır. Başqa yerdə görürük buraxırlar, kanalizasiya su buraxırlar. Bu yayın ilk dəfə idi gəlirdim. Bu dənizin bir cəhəti var ki, çox təmizdir. Tez-tez gəlirəm, çimirəm, istirahət edirəm. Çimməyi xoşlayıram, zövq alıram çimməkdən. Həkimlər bakterioloji cəhətdən təmiz olmayan yerlərdən uzaq durmağa çağırış edir. Çünki çirkli sularda üzərkən insan orqanizminə bir sıra xəstəliklər keçə bilər. Suyun udulması nəticəsində mədə-bağırsaq sisteminə infeksiyaların düşməsinə və mədə-bağırsaq infeksiyanın artmasını gətirib çıxarda bilər. Eləcə də suyun dəriyə təması nəticəsində dəri xəstəliklərinə, dərinin infeksiyalarına gətirib çıxarda bilər. Xüsusən də dəri xəstəliyi olanlarda, dərinin tamlığı pozulmuş, açıq yarası olan şəxslərdə bu risklər daha çoxdur. Bundan başqa sidik yolu infeksiyaları daha çox müşahidə olunurlar və qulaq infeksiyaları, suyun qulağa təması nəticəsində isə qulaq infeksiyalarının da artması müşahidə oluna bilər. Bilgə çimərliyi ən təmiz çimərliklərdən sayılsa da, lakin buranın da qadağan olunmuş əraziləri var. Bunun da qadağan olunmasına səbəb su axıntılarının yüksək səviyyədə sürətli olmasıdır. Mən hazırda Daçnik adlanan ərazidəyəm və bura qadağan olunmuş yer hesab olunsa da çox sayda insan gəlir, çadır quraraq istirahət edir. Fövqəladə Hallar Nazirliyi də qeyri-çimərlik ərazilərindən istifadə ilə bağlı əhaliyə müraciət edib. İnsan həyatına təhlükə yarada biləcək yad cisimlər sudan təmizlənərək vətəndaşlarımızın təhlükəsiz şəkildə istirahət edə biləcəyi vəziyyətə gətirilmişdir və üzmə sərhədlərini müəyyən edən 1,75 m dərinliyində məhdudlaşdırıcı nişanlar quraşdırılmışdır. Ən təhlükəli qeyri-çimərlik ərazilərinin adını açıqlamaq istəyərdim. Belə ki, Şüvəlan ərazisində yerləşən Şimal Dres Milqaya deyilən ərazi, Nardaran və Bilgə ərazilərində yerləşən 12-ci Dalan və Daçnik adı altında tanınan ərazi, Novxanıda yerləşən Sarıqaya və Sahil qəsəbəsində yerləşən Mayak deyilən ərazi ən təhlükəli ərazilər hesab edilmişdir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır. Turanə Tağızadə, Əziz Əzizov, ATV Xəbər.